Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda anamın üsulu ilə bayram süfrələrinizin bəzəyi olacaq çox dadlı, ləzzətli plovun aşqarasının hazırlanma qaydası olacaq. Əvvəlcə plovun qovurmasını hazırlayıram. 500 qram əti bu qaydada doğramışam. Çox xırda doğramağa ehtiyac yoxdur. Axar suda təmiz yuduqdan sonra üzərinə soyuq su əlavə edirəm. Bu suyun içərisində ən azı 3-4 saat saxlayıram ki, ətin qanı suya çıxsın. Yenidən suyu süzüb təmiz yuduqdan sonra üzərinə yenidən soyuq su əlavə edirəm. Təxminən 1 çay qaşığı da duz əlavə etdikdən sonra qazanı ocağın üzərinə yerləşdirirəm. Üzərinə çıxan kəfi yığıram. Kəfi yığdıqdan sonra qapağı örtüb əti bişirirəm. 4 ədəd orta boy soğanı samavari şəkildə bu qaydada doğradım. Üzərinə kərə yağ əlavə edirəm. Yağın miqdarı zövqə görə artırıb azaltmaq olar. Tavanı ocağın üzərinə yerləşdirib hərdən qarışdıraraq soğanı qovururam. Rəngi dəyişdikdə dayanmadan qarışdırıram ki, hər tərəfi eyni qaydada pişsin. Bu cür olduqda ocağı söndürürəm. Soğanı çox qızardıb yandırmaq olmaz. Yağın içərisinə əvvəlcədən təmiz yuduğum ərikli alça qurusu əlavə edirəm. Qeyd edim ki, əsl turşu qovurma reseptində ərik qurusu vurulmur. Ancaq bizdə evdə uşaqlar ərikli plovu xoşladığı üçün içərisinə ərik də əlavə edirəm. İstəsəniz vurmaya da bilərsiniz. Azacıq 1-2 dəqiqə hər ikisini birlikdə qovurduqdan sonra yağın içərisindən götürürəm. Qabığı soyulub təmizlənmiş şabalıdı da 1-2 dəqiqə yağın içərisində qovururam. Şabalıdı yağın içərisindən götürüb bir kənara qoyuram. Sonda əti azacıq yağda qovururam. Əti də 2-3 dəqiqə qovurduqdan sonra tavanı ocaqdan götürürəm. Üzərinə şabalıdı, alça ilə ərik qurusunu əlavə edirəm. Qovrulmuş soğanı əlavə edib hər tərəfinə yayıram. Biraz duz istiyotu əlavə edirəm. Ətə əvvəlcədən duz əlavə olunduğu üçün duzun miqdarını az əlavə edirəm. Sarı kök də əlavə etdikdən sonra əvvəlcədən süzdüyüm ətin suyunu tökürəm. Ətin suyu çox olarsa yarısını əlavə edin. Üzərinə çıxacaq qədər tökülsə bəs edər. Tavanı ocağın üzərinə yerləşdirirəm. Qaynara düşdükdə qazın temperaturunu azaldırım. Təxminən 5-6 dəqiqə qaynadıqdan sonra üzərinə 1/4 limon sıxıram. Limonu sıxdıqda sonradan qovurmanın rəngi daha şəffaf olur. Dənələri içərisindən götürdükdən sonra tavanı qapağını örtüb yağa düşənəcən bişirirəm. Yağa düşdükdə artıq aşqarası hazırdır. Görürsünüz, çox gözəl pişib. İçərisindəki ərzaqlar dəmdən qalıbdır. Aşın üzərinə əlavə etmək üçün biraz kişmişlə ərik götürmüşəm. Əvvəlcədən hər ikisini təmiz yuyub tavaya əlavə etdim. Üzərinə 2 yemək qaşığı duru yağ əlavə edib qazın üzərində azacıq qovururam. Biraz qovursanız bəs edər, çox yandırmaq olmaz. Bu cür olduqda ocaqdan götürürəm. Plovu hazırlamaq üçün 1 kiloqram basmati düyü götürmüşəm. İslağa qoymazdan öncə axar suda təmiz yuyuram. Təmiz yuduğum düyünün üzərinə 2 yemək qaşığı duz əlavə edirəm. 2 yemək qaşığı da qatıq əlavə edirəm.
Düyünü qatıqla birlikdə islağa qoyduqda sonradan bir-birinə yapışmır. Həm dəndən alınır, həm də ki yumşaq çıxır. Sonda üzərinə ilıq su əlavə edib qarışdırıram ki, duzla qatıq suyun içərisində tam həll olsun. Düyünü bu suda ən azı 5-6 saat saxlayıram. Axşamdan səhərəcən də islatmaq olar. 4-5 saat düyü suda qaldıqdan sonra kənarda qazanın içərisinə su və duz əlavə edirəm. Təxminən 4 litr yarım suya 3 yemək qaşığı duz əlavə etdim. Duzun miqdarını artırmaq olar. Qazandakı su qaynadıqda əvvəlcədən islatdığım düyünü axar suda təmiz-təmiz yuyuram. Sonra suyun tam süzürəm. Qaynayan suyun içərisinə əlavə edirəm. Qazın yüksək temperaturunda plovu bişirirəm. Düyü əvvəlcədən islandığı üçün çox tez bişir. Bişməsinə bu qaydadan nəzarət etmək olar. Sonra suyun süzürəm. Əgər duzu çox olarsa, üzərinə yenidən su əlavə etmək olar. Qazmağı hazırlamaq üçün yarım çay qaşığı duz, 1 yemək qaşığı qatığı qabın içərisinə əlavə edirəm. Üzərinə təxminən 3 yemək qaşığı da kərə yağı əlavə edirəm. Kərə yağın adi duru yağla da əvəz etmək olar. Bir ədəd yumurta əlavə edirəm. Çırpıcı ilə azacıq qarışdırıram. Unu da az-az əlavə edib yumşaq xəmiri yoğururam. Təxminən bu xəmirə 1 stəkandan biraz artıq 2-3 yemək qaşığı un getdi. Ələ yapışmayan yumşaq xəmir alınır. Hazır xəmir bu qaydada olmalıdır. Kündə hazırladıqdan sonra dəzgahın üzərinə kündəyə un səpib xəmiri yayıram. Qazmağın yaxşı olar ki, aşın suyun qaynamağa qoyduqda artıq hazırlayasınız. Düyünü süzən kimi də qazana düzəsiz. Nə çox nazik, nə də çox qalın olmasın. Fiqurlu kəsən yardımı ilə bu cür kəsirəm. Adi stəkanla da kəsmək olar. Kənarlarından çıxan hissələri də yenidən yayıb eyni qaydada kəsəcəm. Qazanı ocağın üzərinə yerləşdirib içərisinə duru yağ əlavə edirəm. Yağ isindikdə əvvəlcədən hazırladığım qazmağın formalarını düzürəm. Mən duru yağ əlavə etdim. İstəsəniz kərə yağı da əlavə edə bilərsiniz. Qazmağı düzdükdən sonra 2-3 dəqiqə bişirirəm. Sonra ocağı söndürüb düyünə əlavə edirəm. Biraz sarı kök və kərə yağı əlavə edirəm. Mən təxminən 1 armud stəkan yağ əlavə etdim. Yağın miqdarını zövqə görə artırıb azaltmaq olar. Bir neçə yerdən dəlik açıram ki, buxarı daha yaxşı çıxsın. Qazanın qapağını bu cür bükülü şəkildə örtürəm. Plətənin üzərində dəmləyirəm. Əvvəlcə 2-3 dəqiqə yüksək temperaturda dəmlədikdən sonra get-gedə temperaturu azaldıram. Sonda temperaturu hardasa 2-3-də qoyuram. Artıq gördüyünüz kimi plov da, aşqarası da hazırdır. Aşın qarasına əvvəlcədən limon sıxdığımız üçün rəngi par-par parıldayır. Dadına isə söz ola bilməz. Plova baxırsınız, çox gözəl görünür. Üzərindəki qazmaqların hər biri eyni qaydada pişibdir. Plov dəndən qalıb. Dadı isə mükəmməldir. Həqiqətən də hazırlayıb süfrələrinizi bu plovla bəzəyə bilərsiniz. Hazırlamağa dəyər. Görürsünüz, düyülər dəndəndir. Bir dənəsi də olsun yapışmayıb. Qazmağın dadına isə söz ola bilməz. Hər kəsə bu üsulu mütləq sınamağı, bu plovun dadına baxmağı tövsiyə edirəm. Videolarımızın davamlı olması üçün kanalımıza abunə olmağı, videoları izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.